Piyələnmə xəstəliyindən əziyyət çəkən bir insanda hansı ortopedik xəstəliklər yarana bilər? Piyələnmə xəstəliyi bir çox xəstəliklərin səbəb olduğu kimi, ortopedik xəstəliklərdən də artroza səbəb olur. Ən böyük səbəbi isə artıq çəkidir. Artıq çəki oynaqlarda keçirilmiş köhnə travmalar, oynaq daxili sınıqlar, ağır fiziki iş, idman və bir də irsi faktor. Bunlar artroz xəstəliyinin əsas səbəbləridir. Bəs piyələnmə xəstəliyindən əziyyət çəkən bir insana siz nə tövsiyə edirsiniz? Məsələn, bədən kütlə indeksi yüksək olan bir insan əməliyyat üçün gələndə onlara profilaktik nələr deyirsiniz? Artroz xəstəliyinin müalicəsi əsasən artrozun dərəcəsinə görə müəyyənləşir. Qığırdağın yeyilmə dərəcəsinə görə artroz 4 dərəcəyə bölünür. Müalicəsində ən önəmli yanaşma xəstələrə birinci çəki verməsini məsləhət görürük. Əgər birinci, ikinci dərəcəli artrozla gələn xəstədir və bunlar arıqlayırlarsa və bu digər mərhələ keçməsinin qarşısını alacaq və bu da xəstənin müalicəsində əsas rol olacaq, faktor olacaq. Bəs olurmu ki, sizin xəstənizə deyirsiniz ki, mən sizi əməliyyat edə bilmirəm, get arıqla, sonra gələrsən. Belə yəni, xəstədən belə deyək də imtina etmiş olsa həmin anda piyələnmə xəstəliyinə görə. Bədən kütlə indeksinə görə 4 dərəcəsinə bölünür. Yəni bizim bu xəstəni əməliyyata alaq almayaq. Əgər 30 dərəcənin altındadırsa, bu əməliyyat üçün yaxşı göstəricidir. İndeks, yəni 30 bədən kütlə indeksi 30-dan kiçikdirsə. 30-35 arasındadırsa artıq risk daşıyır. 35-in üzərindədirsə burada artıq xəstəyə arıqlama məsləhət görülür. 40-ın üzərindədirsə artıq əməliyyat təxirə salınır. Bu zaman əməliyyat olmayacaq. Əgər bədən kütlə indeksinin yüksək olmasının əməliyyatımıza əks göstərişi nədir? Bu yaranın sağalmasını çətinləşdirir, infeksiya riskini artırır, protezin istifadə müddətini azaldır və bir də ağciyər ürək xəstəliklərinin səbəbi ola bilər. Bəs doktor, ola bilərmi ki, xəstə artıq çəkidən, piyələnmədən əziyyət çəkir, sizin yanınıza əməliyyat üçün gəlib və o gedib arıqla dedikdən sonra artıq çəkidən xilas olmaqla sanki ortopedik əməliyyata ehtiyac duymur. Yəni belə deyək də sizin pasiyentiniz olmaqdan da çıxmış olur. Bəli, ola bilər. Bu da dediyim kimi artrozun erkən mərhələsində gələn xəstələrimiz, birinci, ikinci dərəcəli mərhələdə olan xəstələrimiz əgər istəmirlərsə növbəti mərhələyə keçsin, xəstə ağırlaşsın, mütləq şəkildə arıqlamalıdır. Yəni onlar əməliyyat olunmalı idilər, arıqladıqdan sonra əməliyyata ehtiyac qalır. Bəli, elə bir şey var.